1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Quba rayonunda Şəhid övladları üçün Zəfərin Gələcəyi layihəsi həyata keçirilib. Layihə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İnnovasiyalar Mərkəzinin və Rabitə Bank Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı və Bilim Quba Mərkəzinin təşkilatı dəstəyi ilə baş tutub. Təşəbbüsün əsas məqsədi şəhid övladlarının elm, texnologiya və yaradıcılıq sahələrinə marağının artırılması, onların bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, həmçinin uşaqların dünya görüşünün genişləndirilməsi olub. Layihədə Bakı şəhəri ilə yanaşı Quba, Qusar və Xaçmaz rayonlarından 100-ə yaxın şəhid övladı iştirak edib. Layihə çərçivəsində uşaqlar üçün riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya və astronomiya istiqamətləri üzrə interaktiv məşğələlər təşkil olunub. Bilim Quba Mərkəzinin müəllimləri tərəfindən keçirilən fəaliyyətlər zamanı iştirakçılar elmi eksperimentlər aparıb, teleskop vasitəsilə müşahidələr edib, intellektual oyunlarda və komanda tapşırıqlarında iştirak ediblər. Eyni zamanda uşaqlara maliyyə savadlılığı, qənaət vərdişlərinin formalaşdırılması və maliyyə resurslarından səmərəli istifadə mövzularında məlumat verilib. Təlimlər iştirakçıların erkən yaşlardan maliyyə məsuliyyətinin formalaşmasına töhfə verib. Zəfərin Gələcəyi layihəsi uşaqların inkişafına dəstək göstərilməsi, onların öyrənmək həvəsinin təşviq edilməsi və gələcəyə inamının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin sonunda iştirakçılar üçün əyləncəli proqram təşkil olunub. Onlar birlikdə cizgi filmi izləyərək günü xoş təəssüratlar və unudulmaz xatirələrlə başa vurublar. YouTube kanalımıza abunə olun.